İnanın ki, marketlərdə elə bir izdiham var ki, arada düşünürəm ki, görəsən o kasıb deyən millət biziyik. Həqiqətən də Allah hər kəsin ruzisini versin. Amma həmən millətik ki, bazarlığa bir ayın maaşını xərcləyib, bir ayın pensiyasını xərcləyib, bayramdan sonra oturub ağzı havaya baxan millətik. Yəni həqiqətən bu belədir. Çox insanlarda belədir. Amma şükür Allaha ki, mən də yoldaşımla biz işləyirik, evdən çalışırıq. Siz də xanımlar evdən işləməyə, pul qazanmaq istəyirsinizsə, mütləq əlaqə nömrəmə yazın. Sizi heç kim məcbur eləmir. Nömrəmizi heç kimə vermirik. Mən iş haqqında məlumatı atıram. Qeydiyyat ola da bilərsiniz, istəsəz olmaya da bilərsiniz. Gördüyünüz bazarlığa hər şey daxil, ətli falan. 170 manat pul xərclədim. 2 kilo ət bir almışam, 2 kilo ət bir almışam. Daha sonra burada bud, qənət, nə bilim, döşəti falan, salat üçün aynı onlar. Yəni badımcan dolması istəyirdi ürəyim, onun üçün aynı onlar. Yəni hər şeyi almışam. 170 manat pul xərcləmişəm. Həqiqətən də çox yaxşı tutdu məncə bu arada və bu bizim bayram bazarlığımızın bir qismidir. 2 gün bundan qabaq biz ki qaynanamla da bazarlıq etmişdim. Onda da eyni məbləğ xərcləmişdim. Yəni belə qızlar, sizcə 170 manata dəyərmi bu boyda? Hər şey, yəni tort ləvazimatlarına qədər hər şey 170 manat elədi ümumilikdə summa. Və deyin görək, siz bayram bazarlığına nə qədər pul xərcləmisiniz, nə qədər pulunuz çıxıbdı? Mütləq rəy bölməsinə yazın və səhifəmə takib atmağı, işlə bağlı isə nömrəmə yazmağı unutmayın. Hələlik.